Hər vaxtınız xeyir olsun. Bugün sizinlə dadlı, ləzzətli, pendirli və şüydlü poğaçalar hazırlayıram. Qaba bir ədəd yumurtanı bütöv, birinin ağını əlavə edirəm. Sarısını üzəri üçün saxladıq. 6 xörək qaşığı duru yağ. 1 xörək qaşığı xama. Əgər xama yoxdursa, sulu olmayan bərk qatıqdan da istifadə edə bilərsiniz. 1 çay qaşığı şəkər tozu, siləmə 1 çay qaşığı duz, xəmir çövrək olsun deyə 1 çay qaşığı üzüm sirkəsi və 1 bağlama kabartma tozu. Otaq temperaturunda olan 100 qram çörək yağ əlavə edib bir qədər qarışdırırıq. Öncədən ələdiyim 2 stəkan unu əlavə edirəm və xəmiri yoğurmağa başlayıram. Mən unu az-az əlavə edərək xəmiri yoğururam. Sizlər də bu üsuldan istifadə etsəniz, istədiyiniz nəticəni əldə edəcəksiniz. Mən poğaçanın xəmirində 3 stəkan bir də 1 xörək qaşığı undan istifadə etdim. 3 stəkan un əlavə etdikdən sonra yoğurdum. Xəmir bir qədər boş olduğundan daha 1 xörək qaşığı un əlavə edib xəmiri toparlayıram. Yumşaq, ələ yapışmayan gözəl bir xəmir olmalıdır. Xəmir hazır olduqdan sonra otaq temperaturunda 5-10 dəqiqə müddətində gözlədirəm. Poğaçanın xəmirində istifadə etdiyim şüydü yaxşı yuduqdan sonra tam qurulayıram və xırda-xırda doğrayıram. Əgər şüyd sulu qalarsa xəmiri açar, yəni xəmir daha yumşaq olar. Biz yenə də un əlavə etməli olarıq. O zaman poğaçanın xəmiri istədiyimiz kimi alınmaz. Şüydü xəmirin üzərinə əlavə edib yoğururam. Elə yoğururam ki, şüyd xəmirin hər tərəfinə eyni bərabərlikdə çatsın. Hazır olan xəmirdən təxminən qoz böyüklükdə alaraq yuvarlayıb kündələr hazırlayırıq. Artıq poğaçaya forma verə bilərik. İçli olaraq mən az duzlu ağ pendirdən istifadə edirəm. Pendirə siz istəsəniz bir miqdar cəfər də əlavə edə bilərsiniz. Mən sadə pendirlə hazırladım. Poğaçaya forma verən zaman əlimizdə bir qədər xəmiri açırıq. Mərkəz hissəyə pendiri yerləşdirib gördüyünüz qayda ilə bükürəm. Bükdüyüm hissəni poğaçanın arxa, yəni alt hissəsinə qoyuram. Beləcə forma verib soba listinə yığıram. Hər birini eyni qaydada hazırladıqdan sonra üzərinə istifadə etmək üçün qalan yumurta sarısının üzərinə 1 xörək qaşığı süd əlavə edib qarışdırırıq. Və fırça ilə hər birinin üzərinə tətbiq edirik. Sonda üzərinə küncüt əlavə edirəm. Öncədən isidilmiş sobada 170 dərəcə temperaturda təxminən 30-35 dəqiqə müddətində poğaçalar bişib hazır oldu. Mayasız xəmirlə tez bir zamanda hazırlaya biləcəyimiz təamlardan biridir. Sizlər də belə dadlı, ləzzətli, pendirli və şüydlü poğaçanı rahatlıqla hazırlaya bilərsiniz. Xəmiri inanılmaz gözəl və ləzzətlidir. Ağza qoyduğunuz anda necə dağıldığını görəcəksiniz. Dəyərli izləyicilərim, belə gözəl, asan təamlardan anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub, videonu bəyənib, dostlarınızla bölüşməyi unutmayın. Hələlik.